atamın oğlu deyiləm, burnundan tökməsən bunları. Yaxşısı budur, qulaq as mənə. Daha lab zəhləmi tökmüşsə, səni rədd eləmək üçün, bax, kifayət qədər materialımız da var. Onların əhvalatına görə də 11 sutqon var, lap arxayın ola bilərsən. Burada az yığmış əlinizdən ki, indi də gedib Lorana dadanmışsınız. Bu boyda şəhər azlıq edirsən, hə? Heç olmasa atoğun adından utan. Buna bax, atamla işin olmasın. Bir də sənin nə ixtiyarın var ki, məni heç neyəsə tutmusan, hə? Axı mən nə eləmişəm, nə eləmişəm? Qışqırma. 15 sutka yatarsan, onda bilərsən nə eləmişsən. Özün də boğazını yırtma. Boğaz mənim də özüm bilərəm. Axı mən nə eləmişəm, nə eləmişəm? Birincisi, səni heyvanxanadan qovandan sonra harda işləyirsən? İşləyirəm. Bu da mənim spravkam, buyur. Bax, keç yervə. Baş, gözüm üstə. Bax. Xahiş edirəm, mən ölüm oldu, oxuy. Yaxşı, tutaq ki, belədir. Özlük apara bilmirsən. Bax, bunu əvvəl-axır sənə başa salacam. Yox, deyə görüm sənin nə ixtiyarın var ki, məni üstün getirmişsən bura, didə. Bura bax, məni özümdən çıxartma. Göstərərəm sənə ixtiyarımı. Yığmışsınız məni boğaza. Dünən səpərəlini öldürüblər, mən düşmüşəm işə, mən töhmət almışam. Bunu mənə nə daxlı var, hə? Hamının yerinə gələ, mən cavab verəm. Lazım gəlsə cavab verərsən, Lapoyana gedərsən. Dünən də Lorandan ərz almışam. Nə ərzi? Tüpürüm o ərziyə. Nişanlı adamamsan da məni günahkar kimi tutub salmışsan bura. Kimsə 2 ayın ərzində 3 nəfər gəlib Lorana, girib çayxanaya, rayon mərkəzinə ağzından gələni deyib cəmaata. Yaxşı, bunu mən neynim, hə? Mən neynim, qardaşım, mən neynim? Bura bax, bu ya sənsən ya da sənin dostlarından biri. Düdük. Nə yazırsan? 15 sutka yazıram, sənin üçün. Niyə görə, hə? Elə ona görə, Lorana görə. Vicdanın olsa da vicdanın olsun. Heç nesində tutub gətirmişsən məni bura, indi də boynuma iş qoysan, hə? Yaxşı, de görüm kim gedmiş Lorana? Nə bilim? Deməli, sən özün gedimsən Lorana. Vəssalam, elə belə də yazarıq. Mən ölüm oldu, sən Çək mənim önünü. canım. Baş üstə.